Tikinti sənayesinin inqilabı olan sementin kəşfi, insan həyatında yeni dövrün başlanğıcı oldu. Bu adi görünən boz material əslində şəhərlərin, körpülərin, göydələnlərin və bütöv sivilizasiyaların əsasını təşkil edir. Min illər əvvəl insanlar tikinti üçün əsasən palçıq, daş və əhəngdən istifadə edirdi. Amma bu materiallar nə davamlı idi, nə də uzun ömürlü. Ta ki, qədim Romalılar xüsusi bir qarışıq hazırlayana gedər. Onlar vulkanik külü, əhəngi və suyu qarışdıraraq çox möhkəm bir maddə əldə etdilər. Bu, tarixdə ilk sement nümunələrindən biri idi və bu qarışıq sayəsində Roma imperiyası bugünə qədər ayaqda qalan möhtəşəm tikililər inşa edə bildi. Amma müasir sementin əsası 19-cu əsrdə qoyuldu. İngilis ustası Joseph Asptin əhəngdaşı və gil qarışığını yüksək temperaturda yandıraraq bugünkü Portland sementini kəşf etdi. Bu kəşf tikinti sahəsində əsl partlayış effekti yaratdı. Çünki artıq daha möhkəm, daha dayanıqlı və daha ucuz tikililər inşa etmək mümkün idi. Sementin əsas gücü onun su ilə reaksiyaya girərək bərkiməsindədir. Bu proses nəticəsində yaranan beton demək olar ki, daşdan belə möhkəm olur. Bu səbəbdən körpülər, tunellər, binalar və hətta sualtı tikililər belə sement olmadan mümkün deyil. Bugün dünyanın demək olar hər yerində istifadə olunan betonun əsas tərkibi məhz sementdir. Maraqlıdır ki, hər il dünyada milyardlarla ton sement istehsal olunur və bu su ilə birlikdə ən çox istifadə olunan material sayılır. İndi isə biraz da insanların çoxunun bilmədiyi maraqlı faktlara baxaq. Birinci maraqlı fakt odur ki, qədim Romalıların istifadə etdiyi sement bəzi hallarda müasir sementdən daha davamlı olub. Məsələn, dənizdə tikilən bəzi Roma limanları 2000 ildən çoxdur ki, dağılmadan qalır. Alimlər bunun sirrini hələ də tam olaraq araşdırır. İkinci fakt isə odur ki, sement istehsalı ətraf mühitə ciddi təsir göstərir. Dünyada karbon qazı emissiyasının böyük hissəsi məhz sement istehsalı ilə bağlıdır. Bu səbəbdən alimlər daha ekoloji təmiz sement növləri yaratmağa çalışırlar. Üçüncü maraqlı məqam isə betonun özünü bərpa etmə texnologiyasıdır. Bəzi yeni sement növlərinə xüsusi bakteriyalar əlavə edilir. Bu bakteriyalar çat yarananda aktivləşir və həmin çatları dolduraraq betonu sanki öz-özünə təmir edir. Nəticə olaraq sement sadəcə tikinti materialı deyil, o insan sivilizasiyasının inkişafında ən böyük rol oynayan kəşflərdən biridir. Onsuz bugün gördüyümüz şəhərlər, yollar və nəhəng tikililər sadəcə mümkün olmazdı.